Azərbaycanın xalq artisti, bizim çox değerli diktorumuz, özümün də çox tez-tez yazışdığım, məsləhətlərinə sığındığım Eldos Bayramı alqışlarla mən istəyirəm ki, səsləyək, bura dəvət eləyək. Hamınızın qarşısında baş əyirəm. Dəyər vermək. Mən mikrofon qarşısında olduğum 52 ildə bir həqiqəti başa düşdüm. İnsan o vaxt xoşbəxt olur ki, onu dəyər verirlər. Çox razıyam, son dərəcə. Sizin hamınıza minnətdaram, o dəyəri görəsiz. Gəlmisiniz, Tofiq Bayramın ruhunu şadların ən şadı eləmisiniz. Ölənlərinizin ruhu şad olsun. Buna görə hamınıza minnətdaram. Özüm də daxil olmaqla təbii ki, həyat yoldaşım da daxil olmaqla. Əli əleyhissalam deyir ki, danışın, ta tanınasınız. Kişi dilinin altında gizlənib. O dildən nə çıxırsa, o qəlb odur. Allah nə qədər insanı saf eləyər, pak eləyər. Hərəkəti də təbii, safdır, pakdır. Şeirləri də pakdır. Bir adam deyir ki, kişilər görmüşəm qisməti, payı böyük bir külfətdir, balaca otaq. Hər axşam qadını dəmləyən çayı 100 ziyafətə dəyişməz ancaq. Qadınlar görmüşəm, acsuz qalıb, ürəyi həsrətdən bişəsi olub, yollara baxmaqdan gözü qaralıb, çeşməyi pəncərə şüşəsi olub. Rəislər görmüşəm, sinə qəfəsi az qalıb partlasın bir zəng səsindən. Hirsini soyudub qadın nəfəsi, evdə şəfa tapıb bir təbəssümdən. Qadınlar görmüşəm, dünya qəmini evindən didərgin salır hər axşam. Kişi ürəyinin sarı simini qayğı mizrabı ilə çalır hər axşam. Hardasa başına yağır alqışlar, kiməsə şöhrətin adın gərəkdir. Evdə ipək əllər, gülgün baxışlar, evdəsən deyən qadın gərəkdir. Sevən ürəklərdə bir istək gəzir, bir şirin təbəssüm, bir loxma çörək. Vəfalı kişilər evə tələsir, ilk görüş yerinə tələsənlərdək. Azərbaycanda niyə ailə institutu dünyada ən qüvvətli institutuydu? Allah rəhmət eləsin, Allah eləsin yenə qayıtsın. Çünki Tofiq Bayram kimi kişilər o sözü tərbiyələndirmişdilər xalqa. Hələ onun da ulu babalarından başlayaraq. Xalqımız, mentalitetimiz odur. Ruhu şad olsun. Var olsun.